Gəlmişik xalamgilə. Ağaclarımız çiçəkləyib, əlhəmdülillah. Sevirəm də həyətdə belə qədimili ab-havası olsun. O qədər xoşlayıram. Bağımızı da inşallah Allahın izni ilə o tipdə eləyirik həyəti. Heç müasir tipli həyət. Həyət evi məncə daha köhnə tipli olmalıdır. Zaten şəhər evləri onsuz da müasirdir. Bəh, bizim gəlinimiz qoçaqdır, qoçaq. Yox, düzəldən eləsində yemək deyirlər. Kamal müəllim gibi, Maşallah. Kamal müəllim gibi qapısında bir dənə var idi. Nasıl da? Yox, neyse belə. Üşürsüzsə bir şey Yox, az vermir. yaxşı. Gəldik bağımıza. Bəh, yağış yağır, nə gözəl görsənir. Maşallah. Bunlar əkmisən də təzə. Balacaları. Bunlar neçə aldım qı? Bunlar qiyməti 25 var. Biri. 15 var. Biraz dağınıqda yaşdıracaq buraları. Soyuq. Quşlardan dedim göstərim. Və heç bunu başqa yerə qoyacağım. Bunları da qonaq otağına qoyacağım. Geri qalanları yığışdırdım. Dolabların içində yığışdırdım. Duyulası qablar vardı, onları yudum. Heç bu toxumdur, dərmandır. Bir də soyuducunu sildim, təmizlədim. Ki, biraz işim yüngülləşsin. Düzdür, indi köçmürəm hələ 2-3 ay sonra. Amma yenə də gələni təmiz olsun. Əlbəttə olarkən bunları aldım bağ üçün. Ələyim yox idi. Çox qəşəngdir, həm də keyfiyyətlidir. Bir də bunu aldım, kartofazın. Məndə Sumqayıtdakı o da xoşuma gəlmir. Onu da tez almışdım, amma bu qəşəngdir. Bunları qəşəng yerləşdirəcəm.
Düzü üçün aldığım qaba qoydum bura. Belə düzənləyici. Düzümü tam qoparda bilmədim. Qaynar suyla yanda qopardarım. 2 dəfə bunu aldım ki, meyvə tərəvəz qoymağa. Ya da düzənləyici kimi də. Buranı da silib təmizləmişəm hamısını. Hər gəndə biraz iş görəndə, köçəndə işim azalacaq inşallah. Şişələr təmiz silməmişəm. Elə bir tozunu aldım. Təmiz köçəndə siləcəm. Gəl burada nəmiş? Bu yağışda bizim ayağımıza geyindiyimizə bax. Nəmiş nə xoşum gəlir. Yağış yağır, o meşədə ağaçlar islanır, o torpağın iyi var. Ay 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 ay. Kendi boyutuna gelebilirim. Bu aldıklarına gidiyor. Ama çok güzel. İnşallah gelme olur. Maşallah, maşallah. Öz xoşum gəlir də yağışda. İnşallah ben hazırlanana, ne bileyim, saçım başım hazır olup paltarımı giyinip maşına minəsib. İnşallah şey olmaz. Və belə orqanizerlər var. Buradan göstərim açıq. Bunları aldım. Sonra belə soyuducu paketlər aldım. Neçəyədir ki? 19. Qiymət yoxdur burada. Hə. Ben beğendim. Sağ olun, Allah razı olsun. İndirimdədir 25 manata. Amma qəşəngdir ya, hə nəmiş? Sən bala nə yemisən bu boyda yağış yağır bala? Sən qazan dibi yemisən, nə yemisən? Kızım mənə yazıb ki, yesən çox yemisən, onu öz qardaşına şübhələnirəm. Spoonful hazırlayıram. Resepti açıqlamada yerləşdirəcəm. Əvvəlcə şokoladları qoyuram ərisin. Hərimi suğulamamalı. Bizim də çəkənimiz Zeynəbdir. Hərimi. Da ərisin. Biraz da oraya atacağım. Burada pletka şokoladı qoydum ərisin. İndi burada süd əlavə edəcəm. Süd əlavə edəcəm. Naturalni süt. Nişastadır. Mən bu nişastadan istifadə edirəm. Şirniyyat mağazasında satılır. Reklam değil. Edirik. Sonra 3 xörək qaşığı. 3 xörək qaşığı şəkər əlavə etdim. İndi bunu qarışdırıram. Mix. Bərkdir. Zeynəb bunu ovsun qəşəng. Tüm dabanına. Da biz çəkə bilmədik o prosesləri. Çəkən çəkmə Zeynəb. Düşməsin marka. Reklam etmirəm. Daha doğrusu pulsuz etmirəm. Deməli, ən alt qata biskviti qoyduq. Burasına puding. Buradan da qara şokolad. Ən üstdə də ağ şokolad. İndi bunu qoyacağım soyuducuya donsun. Zeynəblə Aminə imkan versə danışacağım. Qoyuram donmağa. Donmağa deyəndə soyusun, biraz bərkisin. Ondan sonra yeyək. Belə.